Salam, yeni vloguma xoş gəldiniz. Bu vloqum yenə Dorişim haqqındadır. Bilirsiniz, Dorişim xəstələnmişdi. Onun haqqında da vloq çəkmişdim. Çox halsız, 2 gün, birinci günü elə belə, ikinci gündə heç yemək yemədi. Halsız sadəcə yatırdı. Mən özünü apara bilmədim. Amma yaxınlarda bir baytarlıq var, həm də həkimdir. Çox sağ olsun, hər qarxanda, hər pişiklərim xəstələnəndə o həkimin yanına qaçır. Çox sağ olsun, bizə çox köməyi dəyib, əsas da pişiklərimə. Nə vaxt xəstələnib, o həkimin müalicəsindən mən pişiklərimi sağaltmışam. Burada da Dorişimə antibiotik almışıq. Getdim, bəs Dorişimin vəziyyətini özünü apara bilməsəm də vəziyyətini həkimə danışdım ki, bəs Dorişimin həm ağzında qoxu var, həm də halsızdır, yemək yemir. Bu vurduğum iynə də antibiotikdir. Deməli, mənim Dorişimin dişlərində qaralma da var idi. Alt üst qaralma var idi. Bir də qızartı damağında. Buna çox vaxt gingivit də deyirlər. Amma mən pişiklərdə bu xəstəlik olur. Diş xəstəliyi, gingivit, qızartı, infeksiya kimi bir şeylər olur. O da yüngülvari müalicə ilə keçib gedən bir şey olur. Amma bu dəfə o müalicəni eləyəndə gördüm ki, Dorişin dişi qırıldı, pambığa gəldi. Diş çöpündən dərman vuranda dişi qırıldı, pambığa gəldi. Məni izləyən izləyicilərimizdən də türk izləyicim var, çox sağ olsun. O da yorum yazdı, şərh yazdı ki, bəs o pişikdə kalsivirus ola bilər, onu tez həkimə aparın. Amma mən apara bilmədim, özünü apara bilmədim, həm halı yox idi, həm də çantam olmadığına görə özüm getdim həkimin yanına, danışdım, həkim də kalsivirus olduğunu dedi ki, bəs bu kalsivirus əlamətidir sənin dediklərinə görə. Bu verdiyim də vitamindir. Vitamin də aldım ki, gücdən düşüb 12 gün evdə olmadığına görə yaxşı qidalana bilmədi. Ona görə çox zəif düşdü. Mənim dediklərimlə həkim dedi ki, bəs sənin dediyin kalsivirus əlamətidir. Ona görə tez müalicəyə başlamalısan, amma çox ağır dərəcədə deyil. Hətta mən ona inanmadım ki, kalsivirus ola bilər. Çünki kalsivirus xəstəliyini mən həmişə internetdə qarşıma çıxan videolarda çox pis ağız yarası gözümün qabağına gətirmişəm ki, bəs bu elə olur. Amma o birinci diş infeksiyası olur, dişdə olan xəstəlik olur, sonra keçir damağı yara eləyir, sonra ağıza keçir. Yəni ağır dərəcəyə düşür. Onun da müalicəsi çox gec sağalır. Müalicənin də bəzən xeyri olmur. Pişiyi ölmə qədər gətirib çıxarda bilir. İç orqanlarına keçsə öldürə bilir pişiyi. Ona görə biz də tez antibiotika başladıq. Evdə də bir iynə var idi ona, bir də vitamin. Gələn kimi iynəsinə başladım. Əsas antibiotikdir. Antibiotik bir də iltihab əleyhinədir. İndi vurduğum iltihab əleyhinə iynədir. Bunu 2 gün əvvəl başlamışdım. Xəstələnən gündən başlamışdım. Amma həkimə gedəndən sonra da antibiotiki həkim yazdı. Öz başıma almamışam. Yəni buradan da bildirmək istəyirəm. Öz başımıza mən heç vaxt həkim məsləhəti olmadan öz yanımdan iynə alıb, əgər həkimə də apara bilməsəm, zəng vurub soruşuram. Mən dəraltı antibiotik aldım, çünki əzələdən vurulan antibiotiki mənim üçün çətindir, çünki evdə adam olmadığına görə onu köməklə bir nəfər pişik tutmalıdır, bir nəfər vurmalıdır. Onun üçün evdə tək olduğuma görə dəraltı daha rahat gəlir, həm də pişik çox rahat olur. Amma əzələdən vurulan iynədə pişik çox narahat olur, həm stres olur, həm tərpənir. Ona görə də iynə vurmaq mənim üçün çox çətindir. Bugün iynəmizin 3-cü günündəyik. Mən bunu bugün 3-cü günündə montaj elədim. 2 gündür ki, bu videonu çəkmişdim. Montaj eləyib yükləmək vaxtı olmadı. İndi desəz ki, Doriş nətərdir? Dorişin vəziyyətini demək üçün hələ çox tezdir. Çünki 3 gündə artıq antibiotik vurulur. Amma bir balaca dəyişiklik var. Su içir, yemək yeyir. Yemək yeməyə başlayıb, amma çox az yeyir. Heç nə olmaz. Əsas odur ki, yeməyə çalışır. Yerişində də fərq var. Artıq hərəkəti də dəyişib. Sadəcə yatmağı var, halsız, biraz bir keyf kimidir. Amma şükür, yenə də buna da şükür. Yəni müalicəyə cavab verir. Əsas odur. Bu müalicə də qutarandan sonra bir daha başqa cürə vitamin alıb verərəm. Daha ta ki özünə gələnə kimi. Yəni bədəni çox gücdən düşüb, çox vitaminsiz qalıb. Bu elə gələn, biz bunu sahiblənən bir gündən zəif bir şey idi. Dorişimin ilk sahibləndiyimiz günlərdə videosunu çəkib, vloqunu çəkib paylaşaram.
Bu da bu verdiyim dərman da, bu da iltihab əleyhinədir. Ağızdan tökülən bir dərmandır. Bundan da 2-3 damcı tökmək lazımdır. O vaxtı alıb qoymuşdum, evdə var idi. Belə dostlar, istədim sizin üçün, Doriş üçün narahat olursunuz. Həm itəndə, həm xəstələnəndə onun üçün narahat olmuşdunuz. Ona görə istədim indiki vəziyyətindən sizə biraz qısa da olsa vlog çəkim paylaşım. İnşallah ki, daha yaxşı olsun, daha ətraflı, daha geniş bir vlog paylaşaram. İnşallah ki, tezliklə sağalar, əvvəlki halına geri qayıdar. Siz də kanalıma abunə olun, videolarımı bəyənin, videolarım baxışı düşür, həm də abunələrimiz artmır. Ona görə mənim də sizdən xahişim, bizə dəstək olun, videolarımı bəyənin, şərh yazın, kanalıma da abunə olun. Bizə dəstək olmağı unutmayın. Sağ olun. Özünüzə yaxşı baxın.